Ama Hanife belə bir fikir var mı? Sözü ki, sakalsız imamın arkasında deyəm. Yox, burada olmaz. Böyle bir şey rast gəlmir. Abu Hanifən bilmirəm, amma ki, Hənafi alimlərindən hətta Abu Sud olub, Abu Sud. Ona deyirlər Abu Sud əfəndi. Osmanlıların şeyxülislamlərindən idi. Hətta ona sual verəndə ki, Türk olub yoxsa? Türk. Hətta onun fatavası var. Ona sual verəndə ki, hətta xəlifə heç bir səbəbsiz saqqalından götürsə ki, asilidir. Bu səbəb ola bilərmi ki, cəmaat ona qarşı çıxsın? Deyib ki, bəli, səbəb ola bilər. Allahu akbar. Yəni, saqqalı necə önəm verib? Yəni, hətta saqqalı götürmək səbəb ola bilər buna. Ümumiyyətlə, bu saqqalı uzatmaq Məhəmməd Musa vaxtından gəlib də, bu o vaxtdan gəlib. Yox, bütün peyğəmbərlərdə var. Onun məsələn, ən vacib atribut nədir ki, niyə görə onu saxlamaq olar? Çünki kişi. Yəni, bəs kişi üçün. Yaxudlərdən ya xristiana seçilmək üçün. Yox, Allah Azza və Cəllə saçı qadın üçün nə verib? Süs. Saçı qadına süs verib. Saqqalı kişiyə. Yəni, fitrətən bu qadına çıxmır da. Fitrətən bu kişiyə çıxır. Məsələn, bir cahilə demişəm ki, sən istəyərdin anadan gəlmə, o bəzi insanlar olur, ümumiyyətlə üzlərinə tük çıxmır. Bizdə ona nə deyirlər? Yox, ümumiyyətlə üzlərinə tük çıxmayan. Kosa deyirlər. Demişəm ki, sən istəyərdin anadan gəlmə belə olasa, qadim Allah eləməsin. Görsən, baxma ki, o cahildir. Baxma ki, üzünü qırxır, fitrətdən olduğuna görə sıxışdırmır özünə. Hətta deyir Allah eləməsin. Yəni, kişiliyinə sıxışdırmır. Bu cavabı mənə cahil verir. Amma özünü o vəziyyətə salıb. O eşitmişsiniz də tayqulaq məsələsini. Bir şah olub, şahın qulağına xəstəlik çıxıb, elə olub ki, qulağını kəsiblər və vəzir də baxır şaha ki, bir qulağı yoxdur, başlayıb gülməyə. Bir dəfə gülməyə, iki dəfə gülməyə, şah deyib, nəyə gülürsən? Deyib, belə baxıram, bir qulağın yoxdur, gülməli gəlir. Əmrliyib vəzirin qulağını kəssinlər. Ki, heç onsa mənə baxanda gülməsin. Kəsirlər və bir gün şah ölür, vəzir onun yerinə gəlir. İndi vəzir vaxtı ilə şaha gülüb baxı. Bilindi, cəmaat buna güləcək. Özü tayqulaqdır. Əmirlir bütün şəhərdə, bütün ölkədəki insanların qulaqlarını kəssinlər, bir qulağını. Hətta adət olur, təzə doğulan uşaqların bir qulağını kəsirlər. Və bu kənddə, bu şəhərdə, bu bəldədə iki qulaqlı adam tapa bilməzsən. Və sonra bir gün vaxt gəlir, bir ticarət karvanı gəlir bu şəhərə, bunların iki qulağı var. Bütün kənd, şəhər baxır bu cəmaata gülürlər. Bunlar da deyir, nəyə gülürsünüz? Deyiriz də, baxdıq ki, iki qulağımız var, ona gülürük. Yəni, o qədər tay qulaqlı olmağa öyrəşiblər ki, iki qulağa gülürlər. İndi o qədər saqqalsılığa öyrəşiblər ki, saqqala gülürlər. Halbuki belə baxanda gülməli budur. İndi bizdə problemdir ki, buna öyrəşiblər. Amma əslində bu, yəni... Bir qadağalar var da ona, yəni ölkəmizdə belə bir şəraitdə yaşayırıq ki, onu həmməli başlı qadağa da qoyurlar, həm də təzyiqlər göstərirlər bu vəziyyətdir. Hər bir halda istisnalar hökm dəyişmir. İstisnalar qaydanı dəyişmir. Şəriətdə hökm budur. Məsələn, şəriətdə hökm budur ki, donuz əti haramdır. Biz istisnadan danışmırıq. Ona görə danışan adama vacib olan nədir? Şəriətdə olan hökm bəyan etsin. Yəni, lazım deyil ki, sualın cavabında o səndən razı qalsın. Yəni, o səndən halal istəyirsə, halal cavab verəsən, haram istəyirsə, haram cavab. Belə şey olmaz. Sənə düşən birinci hökmü bəyanlə, sonra gücün çatan kimi ona kömək elə. Çünki belə elə, belə elə. Ən azından dinən ki, vattaqullah məstədətu. Allahdan gücünü çatan qədər qorx. Yəni, gücün çatan qədər Allahdan qorx. Bırıq onun öhdəsinə, öz təqvasına. Mən yəttəqillah yəcəalləhu məxrəcə. Kim Allaha qarşı təqvalı olsa, Allah azza və cəllə o üçün çıxış yolu açacaq. Və mən yəttəqillah yəcəalləhu min əmrihi yusra. Kim Allaha qarşı təqvalı olsa, Allah azza və cəllə o üçün asanlaşdıracaq. Və yərzuqhu min haythu la yahtasib. Və gözləmədiyi yerdən onu ruzlandıracaq. Və mən yetəvəkkələ alallah fəhvə hasbu. Kim Allaha təvəkkül etsə, Allah ona tək kifayətdir. Ona görə Allah azza və cəlləyə qarşı təqvalı olmaq lazımdır. Necə oldu ki,
bizdən əvvəlkilərə Allah Azza və Cəllə kömək eləyirdi, bizə etmir? Necə olurdu ki, çünki onlar Allah Azza və Cəlləyə kömək eləyirdilər. Və Allah Azza və Cəllə şərt qoyub ki, əgər mənə kömək eləsəz, mən də sizə kömək eləyəcəm. O kəs ki, Allah Azza və Cəllənin dinini ucaldır, Allah Azza və Cəllə onu ucaldacaq. Ona görə Ayşə anamız da Muaviyəyə məktub yazanda, Muaviyə radiyallahu anhu Ayşə anamızdan nəsihət istəyir. Və məktub yazır, nəsihətində deyir ki, insanlar səndən narazı qalsalar da, Allahı razı salacaq işə yönəl. Əgər belə etsən, insanlar səndən narazı qalsalar da, Allahı razı salacaq işə yönəlsən. Əgər belə etsən, bugün insanlar səni söydükləri halda, sabah insanlar səni ucaldacaqlar. Əgər Allahın qəzəbi naminə insanları razı salmağa çalışsan, bugün insanlar sevdikləri halda səni, sabah insanlar səni söysəklər. Çünki bütün qəlblər Allahın əlindədir. Qudsi hədis də var da, saxlama aid. Qudsi hədis sayılmır axı. Sayılmır. Yox, Qudsi hədis odur ki, Allah Rasul desin ki, Allah Azza və Cəllə belə dedi. Qudsi hədis biz nədir? Qudsi hədis, yəni hədisdən fərqi odur ki, hədis nədir? Hədis sahabənin Allah Rasulundan rəvayəti. Qudsi hədis odur ki, Peyğəmbərin Allahdan rəvayəti. Yəni hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah Azza və Cəllə belə dedi. İndi sual, Qudsi hədislə Quranın fərqi nədir? Qudsi hədislə Quranın fərqi, çünki Qudsi hədisdə də deyən Allahdır, Quran da Allahın kəlamıdır. Fərqi odur ki, Quran həm məna cəhətdən Allahındır, həm də kəlam olaraq, ləfz olaraq Allahındır. Qudsi hədisdə məna Allahındır, kəlam, ləfz Peyğəmbərin dilindəndir. Ona görə Qudsi hədisi namazda Quran əvəzi oxumaq olmaz. Amma var hələ hədis, axı. Qudsi hədisdə Sakal. var, Tabarani Muhkəmindədir o hədis. Eşitmişəm, səhih də şey. Səhih, bəli.